sualına baxaq. Deməli, 61-ci sual. Ədədlərin hansı 45-ə tam bölünür? Uşaqlar, mürəkkəb ədədlərin bölünmə qaydası belədir ki, sadə vuruqlara ayırmaq lazımdır. 45, 5 vurulsun 9 deməkdir. Düzdür? 9 da 3-ün kvadratıdır. Yəni, bu ədəd həm 5-ə, həm də 3-ə bölünməlidir. Ay uşaqlar. İndi 5-ə bölünmə qaydası sonu 0 ilə 5 olmalıdır. Biz burada axtarsaq əgər, baxın, B variantını çıxarıq, sonu 1-dir. D-ni də çıxarıq, sonu 7-dir. Düzdür? Yəni, bunlar bizə lazım olmayacaq. Qaldıq A, C, Y arasında. Burada da rəqəmləri cəmləyərik. Rəqəmləri cəmi biz bilirik ki, 3-ə bölünən ədəd 3-ə bölünür. Burada da rəqəmlər cəmi 5, 4, 3, 2, 1, 5. Neçə eləyir? 10, 14, 15, bu da 20. Burada rəqəmlər cəmi eləyir 20. Burada baxaq. 9, 8, 7, 6, 4, 5. 17, 24, 30, 34, baxın 39. 39 da bilirik ki, 3-ə bölünür. Deməli, cavab olacaq C variantı. 62-də, uşaqlar, m plus 5 böl m kəsrinin natural qiymət alması üçün m-in ala biləcəyi qiymətləri istəyir. Bu tip suallarda həmişə hər tərəfi məxrəcə bölün. Yəni, m-ə bölsək, neyniyər? 1 üstə gəl, 5 bölünsün, m qalar. Düzdür? Deməli, biz m ilə qiymətlər verməliyik ki, 5-ə bölünsün. O da 1 və 5 olar. Bizdən də rəqəmləri cəmini istəyir. O da olacaq 1 üstə gəl 5. Yəni, 6. Sonra 63-də. Baxın, perimetri 20 olan ABC üçbucağının BM medianı. BM medianına bir dənə x deyək. BM medianıdırsa AC tərəfini yarı bölür. Yəni, bura y deyə bilərik. Həmin bu ABC üçbucağının da yan tərəflərinə AC deyək, tutaq ki. Yaxud da AB də deyə bilərik. Fərqi yoxdur. Perimetri 20 santimetrdir. Perimetr nədir? A üstə gəl B, üstə gəl, baxın 2y. Yəni, AC tərəfi 2y dax ona görə. 2y bərabərdir 20-yə. Düzdür? ABC üçbucağının BM medianı. İndi deyir ki, bu üçbucağı perimetri 11 ilə 17 olan. Tutaq ki, bu hissənin perimetri 11-dir, bu hissənin perimetri 17-dir. Yəni, fərqi yoxdur. Nə yazarıq? 11 olan hissənin perimetri necə taparıq? A üstə gəl y, üstə gəl x bərabərdir 11-ə. Düzdür? Sonra 17 olan hissə B üstə gəl y, üstə gəl x bərabərdir 17-yə. İndi biz bunları alt-alta toplasaq əgər, A üstə gəl B, üstə gəl 2y, üstə gəl 2x bərabərdir 28 olar. Düzdür? İndi baxın, burada A üstə gəl B, 2y var. Baxın, həmin ifadə burada da var. Düzdür? Gətirib yerində yaza bilərəm. Yerində yazarım 20-ni. 20 üstə gəl 2x bərabərdir 28-ə. 2x bərabərdir 8-ə. X də bərabərdir 4-ə. Gördünüz? Deməli, 63-də cavab olacaq nə? B variantı. Bizdən x istəyirdi. 64-də baxaq. Natural AB ədədləri üçün A böyüdür B olarsa, bu ifadənin alacağı ən kiçik qiyməti tapın. Uşaqlar, baxın, yenə bu qiymət natural ədəd olmalıdır. Onda hər tərəfi yenə məxrəcə bölərəm. Nə olar onda? A bölünsün B üstə gəl, 2B böl B. Budur uşaqlar 2 deməkdir. Yəni, B-lər ixtisar gedir, qalır 2. İndi biz bildik ki, baxın, şərtdə verib ki, A böyükdür B-dən. Bu ifadənin ən kiçik olmaq üçün B-yə ən kiçik natural qiymət deyərik. O da 1-dir. Düzdür? Onda A ifadənin ən kiçik olmaq üçün 1-dən sonra nədir? 2. 2 bölünsün 1, üstə gəl 2. Burada da cavab eləyəcək 4, yəni B variantı. 65. Qızların sayının oğlanların sayından 4 dəfə çox olduğu 40 nəfərlik sinifdə. Baxın, qızlara x deyək, oğlanlara y deyək. Deyir ki, x ilə y-in cəmi 40-dır. Həmçinin qızların sayı, yəni x, oğlanlardan 4 dəfə çoxdur. Yəni, x 4y-ə bərabərdir. Bunu çaşdıranlar üçün, uşaqlar, kim çoxdur? Qızlar. Yəni, qızlar böyükdür. Baxın, bu şəkildə qeyd edin, onda biləcəksiniz ki, nə yazmalısınız. Düzdür? X 4y. Gətirib yerində yazsaq ki, 4y üstə gəl y bərabərdir 40-a, 5y bərabərdir 40, y də bərabərdir 8. Deməli, 8 dənə oğlan, 32 dənə qız var imiş bu sinifdə. Aha, indi baxın, deyir ki, sinifdə qızların sayını 25% artırıb.
Ay uşaqlar, 25% artırmaq nə deməkdir? 100-ün üstünə 25 gəlir sizdə. Yəni 32-nin 125%-ni taparıq. 32-nin 125%-ni tapsaq, baxın, hər tərəfi burada 25-ə bölsək qalar yuxarıda 5. Aşağını 25-ə bölsək 4. 4 ilə 32, 8. Bu eləyər 40. Həmçinin oğlanların sayını 50% azaldırlar. Yəni 100-dən çıxarsınız 50-ni. 80-in 50%-ni taparsınız. Bu da eləyər 4. İndi baxaq. Yekun nəticə nə oldu? Qızlar artdısa oldu 40, oğlanlar azaldı oldu 4. Yekun nəticə 44. Bəs bizim nə qədər şagirdimiz var idi uşaqlar? Baxın, 40 dənə şagirdimiz var idi. İndi oldu 44. İndi bunun nə qədər faiz artdığını tapmaq üçün əvvəl 40 idi. Əvvəlki faizimiz həmişə 100% olaraq qəbul edilir. İndi 44-dür. 44-də isə x faiz olaraq qeyd eləyirik. Buradan gəlin x-i tapaq. X bərabərdir. 44 vurulsun 100, bölünsün 40-a. Burada da sıfırlar getsə, burada 11 cavab eləyəcək 110%. Yəni nə qədər artdı? 10% artdı. Cavab olar Y variantı. 66-da. Uzunluğu 40 olan parça 2/3 nisbətində bölünmüşdür. Kiçik parçanın uzunluğunu tapın. Uşaqlar, baxın, 2x üstəgəl 3x bərabərdir 40-a. 5x 40 imiş, x da 8 imiş. Onda bu parçalar necə imiş? Yəni neçə imiş? 16, 24. Düzdür? Yəni 2/3 nisbətindədirsə 2x, 3x şəklində yazarsınız. X da 8. Bizdən kiçik parçanı istəyir. Yəni 16-nı istəyir. Cavab olacaq C variantı. 67-yə baxaq. A ədədi B ədədinin neçə faizini təşkil edir? Uşaqlar, həmişə soruşulanı surətdə yazırsınız. İkincini də məxrəcdə yazın. Vur 100. A böl B vur 100. A variantı. 68. Sıfırdan fərqli cüt rəqəmlərin ədədi ortasını tapın. Rəqəmlər uşaqlar 1-dən 9-a qədər olanlardır. Cüt rəqəmlər 2, 4, 6, 8. Bu qədər. Düzdür? 1, 2, 3, 4 dənəyə bölərik. Bu da neçə eləyər? 2, 4, 6, 12, 20 bölünsün 4. O eləyəcək cavab 5. Yəni Y variantı. Sıfırdan fərqli dediyi üçün sıfırı götürmürük. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərinin 66-dan 3/2%-ni təşkil edir. Kiçik bucağı tapın. Uşaqlar, uyğun tərəfləri perpendikulyar olan, yəni alfa üstəgəl beta 180 dərəcəyə bərabərdir. Uşaqlar, bunu çaşdırsanız ki, nə bilim, bərabərdir, yoxsa cəm 180-dir. Burada baxın, zaten biri digərinin 3/2%-idirsə, yəni o məntiqlə gedin. Burada da ay uşaqlar, baxın, 66-dan 3/2%-də iminli siz bunu çevirməli deyilsiniz də, yəni düzgün olmayana. 3/2 şəklində də yazsaz kifayətdir. İndi yəni yazarsınız ki, alfa vurulsun 3/2 bərabərdir betaya. Bu qədər. İndi hər tərəfi 3-ə vursaq, 2 alfa bərabər olar 3 betaya. Baxın, burada da ən rahat yol alfa nəyə bərabərdir? Əvəzləmə 3K-ya, beta nəyə bərabərdir? Əvəzləmə 2K-ya. Gətirərdik yerində yazarıq. 3K üstəgəl 2K bərabərdir 180-ə. 5K bərabərdir 180-ə. K da bərabərdir 3. 30-da da 6. 36-ya. Bizdən kiçik bucağı istəyirdi. Kiçik bucağımız 2K, yəni 72 dərəcə olacaq. Cavab oldu A variantı. Sonra 70-ci suala baxaq. İfadələrdən hansının qiyməti N-in bütün natural qiymətlərində cüt ədəddir? N-in bütün natural qiymətləri deyirsə, N-ə bir dəfə 1 deyərsiniz, bir dəfə də 2 deyərsiniz. Yəni bir dəfə tək qiymət verərsiniz, bir dəfə cüt. Gəlin yoxlayaq. A variantı üçün 1 desək cavab cüt olur. Amma cüt desək cavab daha doğrusu 1 desək cavab tək olur. Amma 2 desək cüt olur. Yəni A düzgün deyil. B-yə baxaq. Burada 2 üstəgəl 1, bəli 3. 2 vur 2, 4 üstəgəl 1, bəli 5. Cavab olacaq. A, bizdən cüt istəyirdi. Hə. Burada hər ikisində tək oldu. A-da birində cüt, birində tək oldu. C-yə baxaq. 1 üstəgəl 5, 6. 2 üstəgəl 5, 7 uyğun deyil. 4-ə baxsaq, 4 məncə uyğun olmalıdır. 4 üstəgəl 2,
6, 8 üstə gəl 2, 10. Bəli, uyğun gəlir. Yəni cütün üstünə cüt gəlsə, cavab eləyər cüt. AB natural ədədlərinin ortaq olmayan sadə vuruqlarının hasili C olarsa, əbob AB vurulsun C ifadəsini sadələşdirin. Aha, deməli, ortaq olmayan sadə vuruqlarının hasili. Uşaqlar, biz bilirik ki, əbob vurulsun, yəni ortaq olanların hasili vurulsun, ortaq olmayanların hasili nəyə bərabərdir zaten? Əkoba. Həmçinin belə bir düsturumuz da var. Əkob AB bölünsün, əbob AB bərabərdir C-yə. Burada əbobu keçirdiblər bu tərəfə, onda hansı ifadəyə bərabər olar? Əkoba. Yəni cavab olacaq Y. Biraz məntiqlə də yazmaq olardı, amma düsturla da bilirsiniz. Bir düz xətt üzərində 12 nöqtə qeyd olunub, alınan parçaların sayını tapın. N vurulsun, N çıxılsın 1, bölünsün 2. 12 vurulsun 11, bölünsün 2. O da eləyəcək 66. B variantı. 73-cü sualda məxrəci 150 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar deyir. Deməli, bu 1 ilə 150 arasındadır. Düzdür? Biz ən birinci burada 150-dən 1-ə qədər olan ədədlərin sayını taparıq. 149 dənə ədəd var ay uşaqlar. Düzdür? İndi məxrəci 150-dir. Baxın. Mən bu məxrəc 150-ni yazaram 3 vurulsun 50 kimi. Yəni, sonlu onluq kəsir şəklində göstərməliyəmsə, bu ədəd 3-ə bölünməlidir. Mütləq şəkildə 3-ə bölünməlidir. Onda 149 dənə ədədin içində 3-ə bölünənləri tapmaq üçün bu ədədi 3-ə bölərəm. 14-ün içində 3 4 dəfə, 29-un içində də 9 dəfə. 49, yəni mənə tam hissəsi lazım idi. Neçəsini, o da 49 dənəsini göstərmək olar. Sonra gedək 74-ə baxaq. ABC üçbucağında CD medianına paralel olan MN xətti çəkilmişdir. Aha, ABC üçbucağında CD medianına paralel. Aha, MN. Deyir ki, CM'in BMN nisbəti 1/4 olarsa. Bura x-dır, bura 4x-dır. Olarsa AD parçasının uzunluğu DN parçasının uzunluğundan neçə dəfə böyükdür? Uşaqlar, indi mən sizə nə deyirəm? Baxın, burada CD mediandır. Düzdür? İndi mən, baxın, bu NM xətti, əgər DC-yə paraleldirsə, bu hissə x-dırsa, D-nin hissəsi x olacaq. Bura 4x-dırsa, burada 4x olacaq. Həmçinin CD median olduğundan bura 5x-dırsa, onda bu hissə də 5x olacaq. İndi D-nimiz oldu 5x, onda AD-miz oldu 5x, onda D-ndən nə qədər böyük olur? 5 dəfə. Cavab olar 5. Sonra keçək 75-ə. A bərabərdir x vurulsun 10 üstü 4 və B bərabərdir m vurulsun 10 üstü 5 ədədləri standart şəkildədir. Onda x vurulsun m hasilindən ala biləcəyi ən böyük tam qiyməti tapın. Əgər uşaqlar bu ədədlər standart şəkildəsə, x-in ən böyük qiyməti 9-dur. Yadda qalsın. Çünki standart ədədlər yalnız tərtib qiymətli hissəsi 1-dən 9-a qədər olan ədədləri ala bilər. Və A-la, deməli, M-ə də biz eyni qiymət deyə bilərik. Bəli. M-ə də eyni qiymət deyə bilərik. Yəni, niyə deməyək? Standart şəkildədir. Bəli, M-ə də 9 deyə bilərik. Çünki ən böyük qiymət istəyir. Bəli. O da, yəni, fərqlidir şərti. Bir dəqiqə. Tam qiyməti tapın. Bəli. Yəni, fərqlidir şərti verməyib. 81. Sonra 76-ya baxaq. Yeni biçilmiş otun nəmliyi 90%, qurudulmuş otun nəmliyi 20%-dir. 120 ton yeni biçilmiş ot qurudularsa, kütləsi neçə ton olar? Uşaqlar, baxın, yeni biçilmiş otun nəmliyi 90%-dir. Yəni, bu 120 ton
içində 90% nə var? Nəmlik var. 10% quruluq var. İndi qurudulmuş otun nəmliyi də 20%-dir. Burada baxın 120 tonun 90%-nə 10%-nə quru desək əgər, onda 120-nin 10%-ni biz tapsaq, bu quru hissəsi olar. Yəni yalnız quru. Biri var quru otun, yəni biz bilirik ki, quru otun da nəmliyi olur. Hansı ki, baxın, burada qeyd olunub, qurudulmuş otun nəmliyi 20%-dir. Amma biri də var ki, o otun, yəni qurudulmuş otun heç bir nəmliyi olmur. O da baxın, burada verilib 10%-dir. Yəni biz özümüz tapdıq onu. Yəni 12 ton, bu 120 tonun 12 tonu qurudur. Burada heç bir nəmlik yoxdur. İndi baxın, bu 12 ton artıq qurudulmuşdur da. Yəni bu qurudulsa əgər bu 120 ton, quru hissəsi 12 ton olar. İndi mən demək istəyirəm ki, sizə qurudulmuş otun nəmliyi də 20%-dir. Yəni x qədər qurudulmuş otumuz var. Bunun 20%-i nəmh olan hissəsidir. 80% isə quru olan hissəsidir. Yəni hansı ki, həmin qurunun içində nə yoxdur? Nəm yoxdur. Həmin bu qurunu da baxın, biz tapdıq ki, 12 tondur. Baxın, deməli biz 80%-i 12 olan ədədi tapdıq. Onda x-i tapmalıyıq. X-i tapmaq üçün x-i vurarıq 80%-ə. Yəni 80%-i 12 olan ədəddir bu. 12. Onda x də nəyə bərabərdir? 12 vur 100 böl 80-ə. 0 getsə 2-yə 4, 2-yə 5, 3, 15. Deməli, bizdən kütləsi neçə ton olar deyir? Bu otun 15 ton qurudulmuş ot olar. Sonra baxaq 77-yə. Deməli, ədədinin natural bölənlərinin sayını tapın. Uşaqlar, natural bölən sayı üstlərin üstünə 1 gələcək. 6 üstəgəl 1, 7 üstəgəl 1. 7 vur 8, o da eləyəcək 56. Yetmiş 8-də. A çıx B 1 olarsa, yəni bu çıxdı, olarsa AB ədədlərinin əbobunu tapın. Bu çıxmadı yoxsa? Aha. Onda uşaqlar, hansı ədədləri bir-birindən çıxanda bir eləyir? Ardıcıl. Düzdür? Yəni məntiqən ardıcıl ədədləri. Məsələn, 5-dən 4, 8-dən 7 və s. Ardıcıl ədədlərin fərqi 1-dir. Ardıcıl ədədlər də biz bilirik ki, qarşılıqlı sadə ədədlərdir. Əbobu 1-ə bərabər olacaq. Qonşu bucaqların tən bölənləri arasındakı bucağı tapın. Yaxşı, fikrimizi əsaslandıraq. 2 dənə paralel, daha doğrusu bir-biri ilə kəsişən xətt çəkək. Qonşu bucaqların biri, baxın, bura olsun alfa. Biri bura olsun beta. Düzdür? Tən bölənlər arasındakı bucaq. Bizdən tən bölən arasındakı bucağı istəyirsə, o hər olacaq deyək. Tən bölənin biri, baxın, bu hissədir. Tən bölən biri də budur. Aradakı bucaq isə, baxın, bura olur. Yəni, mən indi 90 olaraq qeyd elədim, amma bilmirik də, yəni nədir. Alfadırsa biz bura dedik. Alfa bölü 2, onda tən bölənin böldüyü bucaq alfa bölü 2, alfa bölü 2 olacaq. Burada beta bölü 2, beta bölü 2 olacaq. İndi biz bilirik ki, alfa ilə betanın cəmi 180 dərəcədir. Çünki qonşudurlar. Onda alfa bölü 2, beta bölü 2 nəyə bərabər olar? 182-yə bölərik. 90 dərəcə. Deməli, bu isə 90 dərəcəyə bərabər imiş. Cavab 90. Qarşılıqlı bucaqlar olsaydı, cavab olardı 180. Uzunluğu 70 olan AB parçası daxilində A nöqtəsindən başlayaraq ardıcıl CD nöqtələri qeyd olunmuşdur. CD parçasının uzunluğu 20 olarsa, AB parçası daxilində A nöqtəsindən başlayaraq yaxşı. Gəlin bir dənə AB parçamızı çəkək. Bu bizim AB parçamızdır. Və ardıcıl olaraq CD nöqtələri qeyd edək. Nə deyir? Deyir ki, CD parçasının uzunluğu 20-dir. Bura 20-dir. AC və BD parçalarının orta nöqtələri arasındakı məsafəni tapın. AC-nin ortası buradır, BD-nin ortası buradır. Burada hər hansısa bir X deyək, burada hər hansısa bir Y deyək. Onda necə olur? X bölü 2, X bölü 2,
Burada y bölü 2, y bölü 2 düzdür. Orta hissəsi də baxın buradır. Burada bir a deyək. Biz bildik ki, bunun ümumi uzunluğu nə idi? X üstəgəl 20 üstəgəl y bərabərdir 70-ə özü verib. Onda x üstəgəl y nəyə bərabərdir? 50-yə. Bizdən nə istəyir bəs? Bizdən x bölünsün 2 üstəgəl 20 üstəgəl y bölünsün 2-ni istəyir. Onda biz hər tərəfi burada 2-yə bölsək, x bölü 2 y bölü 2 alarıq. 2-yə bölək. Y bölü 2 bərabərdir 50 bölü 2 25-ə. Onu da gətirib burada yerində yazsaq 25 üstəgəl 20 o da bərabərdir 45 olar. 81. 18 daha 3 rəqəmlədədir. 45-ə tam bölünərsə A-nı tapın. 45-ə tam bölünürsə. Ay uşaqlar. Biz bilirik ki, 45-ə bölünmə qaydası bayaqları da yazdıq ki, həm 9-a həm 5-ə bölünməlidir. 9-da 3-ün kvadratıdır, yəni 3-ə də bölünmə bilər. 9-a. İndi baxın bura. Burada. A-ya biz ya 0 deməliyik, ya da 5. Çünki 5-ə bölünməlidir də. Onda A-ya nə deyərik? 5 desək, baxın, görün şərt ödənir. Xeyr, ödənmir. 14 eləyir. Şərt ödənmir. Deməli, A 0 olmalıdır. Sadə sualdır. 82. 2 ardıcıl tək ədədin cəmi 200 olarsa, bu ədədlərin böyüyünü tapın. 2 ardıcıl tək ədəd hansıdır? N. Digəri də n plus 2. Bərabərdir 200-ə. 2n bərabərdir 198-ə. N də bərabərdir 9. 18-in içində 9. 99'a. Böyüyünü tapın. Biri 99'dur. Digəri də 101. 99 ilə 101. Böyüyünü istəyirdi. O da olacaq cavab 101. 83. 3 rəqəmli ədədin son rəqəmini siləndə alınan 2 rəqəmli ədəd 9-a tam bölünür. Silinən son rəqəm ən çox neçə ola bilər? 3 rəqəmli ədəddir. Hər hansısa bir ABC ədədi. Və son rəqəmini silsək, bu ədəd 9-a tam bölünər. İndi baxın bura. Mən bu ədədin ən çox nə deyərəm? Ən çox qiymət 9 deyərəm də. Yəni, silinən son rəqəm ən çox neçə ola bilər? 2 rəqəmli ədəd də 9-a bölünməlidir. Alınan 2 rəqəmlə 9-a tam silinən son rəqəm 9. Yəni, əslində burada ki, məntiq nədir, belə tam çatmadı. Bir dəqiqə, ABC 9-a bölünməyə görə biz bura 18 də yaza bilərik. Bura 8, elə 9 da yazarıq. Çünki zaten sonuncu rəqəmi siləndə deyir axı. Amma 9 niyə yazmırıq? Bir məntiq də var da. Deyir ki, bu rəqəm silinəndə bu ədəd bölünür. Əgər silinəndə bölünürsə, onda C-yə 9 yazmaq kimi bir şansımız yoxdur. Çünki məsələn A, B-yə 9 desək bölünər axı. Onda C-yə, yəni ən böyük deyirsə, 9-a bölünəndə qalıq qalınan bir ədəddir də. Yəni bu ABC 9-a bölünəndə onda ən böyük qalıq nə qala bilər? 8. Ona görə cavab 8 olar 83-də. Sonra baxaq 84-də. ABC 3 AB paraleldir. X bucağının dərəcəsini istəyir. Uşaqlar, yəni bu sual düstur olaraq müəllimlərin verdiyi sualdır. Yəni hamısının cəmi nəyə bərabərdir? 360 dərəcəyə. Bu qədər. Bu da 195 üstəgəl x bərabərdir 360-a. X da buradan bərabərdir 5. 15-dən 9 çıxsaz 6. Bu da 165. Bəli. 165. Burada da cavab oldu 165. 85. Bir boru boş hovuzu 2 saata doldurarsa, digər boru 3 saata boşalda bilər. Hər iki boru eyni anda işləsə, hovuz neçə dəqiqəyə dolar? Yaxşı. Biz gəlin saatı bir tapaq. 2 saata doldurursa 2-də 1, digəri boşaldırsa çıxarıq 3-də 1-i. Onda nə qədər taparıq biz? 6-da 1. Düzdür? Yəni 6-da 1 eləyər bu. Bu da 6 saat deməkdir. 6 saat. Və
6 saatdırsa, dəqiqəyə də çevirsək 6-nı vurarıq 60-a. 360 dəqiqə.